Salam. Bugünkü açılımımız olacaq. Üzerimdə hər hansı bir negativ enerji varmı? 4 variant eləyəcəm. Birinci variant. İkinci variant. 3. 4. Tam görünsün 4 variant. Qaşları da qoyaq. Buyurun seçin. Birinci variantdan başlayırıq. Hər hansı bir negativ enerji varmı? Üzərində var. Var. Var, üzərinizdə negativ enerji var və bilirsiniz necə bu sizdə biraz qorxu yaradır. Qorxu yaradır. Nə ilə bağlıdır bu qorxu? Ailədə də əslində, ailəli adamlarsa seçən bu variantı, çünki ailədə görünür. Belə deyim mən sizə, sizin özünüzün auranız güclüdür. Çox bu sizi, belə deyim, tuta bilmir, çox pis təsir eləyə bilmir. Sadəcə məsələ nədir? Sizdə biraz qorxu yaradır. Siz bunu qorxu olaraq anlamaya bilərsiniz. Çünki insan aurası hər enerjini tanımır ki, ona uyğun reaksiya versin. Siz bunu qorxu olaraq anlamaya bilərsiniz, amma ki ruhunuz bunu qorxu kimi qəbul edir və sizdə insanlara qarşı aqressivlik yaranır, xüsusilə də ailədə birlikdə yaşadığınız insanlara qarşı aqressiya yaranır. Siz əsəbləşirsiniz, kobud cavab verirsiniz və siz bunu elə qəbul edirsiniz ki, güya siz əsəbisiz. Amma əslində, belə deyim, əsəbi kimi görünmürsünüz burada. Çünki sakit insan kimi çıxırsınız, səbirli insan kimi çıxırsınız əslində. Sadəcə burada sizin elə bil ki, ruhunuz bunu, bu energiyanı qəbul edir bir təhdid kimi və qorxur. Ona görə də qorxuya bu aqressiya ilə cavab verir. Yəni sizin bütün o əsəbiliyiniz falan negativ enerji ilə bağlıdır. İkinci varianta keçirik. Uzun açılım eləməyəcəm. Çox adam baxır onsuz da. Hər hansı bir negativ varmı üzərində? Var. Var, burada sözünüzdə çıxmısınız. Magiyanın özü də çıxır. Bilirsiniz, bilirsiniz necə? Hal-hazırda iş gedir. Yəni sizin aurada, aktiv enerji sahəsində görünür. Negativ enerji görsənir və hal-hazırda iş gedir. Yəni iş tamamilə bitmiş vəziyyətdə deyil. Ola bilər ki, hal-hazırda iş gördürülür sizin üçün. Nəsə edirlər, elətdirirlər, bilmirəm. Təsiri nə qədər olacaq? Güclüdürmü, zəifdirmi, onu bilə heç olmazsa. Təsir güclüdür. Təsir güclüdür. Ruziya əsasən xüsusilə çox pis təsir eləyəcək. Və ruzu gəlirlərlə bağlı pis təsir eləyəcək bu sizə. Üçüncü varianta keçirik. Hər hansı bir negativ enerji varmı? Pentakles. Negatif bir enerji var mı?
Stixiniya magiya, təbiət magiyası görünür burada. Var. Var. Qisas magiyası kimi görünür. Ola bilər fikirləşirlər ki, siz kiməsə nəsə, ona nəsə eləmişsiniz, mən də bunun qarşılığını belə verirəm. Çox adam baxdığına görə bunu demək olmur. Diskartım. Və bunu eləyən kimsə təmizlənmə düşür sizə. Siz təmizlik elətdirirsiniz artıq ya da elətdirəcəksiniz, təmizlik görünür. Bəs təmizlikdən sonra vəziyyət necə olacaq? Təmizlikdən sonra hər şey normal olacaq. Yəni üzərinizdə magiya falan qalmayacaq, narahat olmayın. Narahat olmayın, yaxşı olacaq. Keçirik 4-cü varianta. Hər hansısa bir negativ enerji var üzərində. Var, конечно, var. Əlbəttə ki, var. Mag çıxmışdı. Sevgi magiyası kimi görünür. Aydındır. Aydındır. Bu variantı seçənlər xanımsa və yaxud da bəzisə fərq eləməz, böyük əksəriyyətində xanımdır. Siz kiməsə sevgi magiyası və yaxud da ritual elətdirmişsiniz və sizin üzərinizdə abratka var. Ya qoruyucu olmayıb üstünüzdə, ya kiməsə nəsə eləmişsiniz, ya özünüz elətdirmişsiniz. Elə bir ki, sizə qayıdıb, abratka qayıdıb, negativ qayıdıb. Yəni bu sizin öz günahınız, öz səhvinizin ucbatıdır da. Yəni siz bunu özünüz eləmişsiniz. Kimsə sizin üçün nəsə eləməmişdir. Sizin elədiyiniz sizə qayıdıbdır. Amma təsiri deyim ki, belə dəhşət güclüdür. Yox. Sadəcə ola bilər ki, sizin nəsə bir işinizəmi, nə bilim, dostunuzla, yaxınınızla, ailənizlə, tanışınızla, kiminləsə münasibətinizə pis təsir eləyə bilər. Bu sizin tərəfinizdən olmuş bir şeydir. Əsasən asobunuz sevgi magiya kimi çıxır, ritual kimi çıxır və sizə pislik, negativ qayıdıbdır. Tüm kommentləri mən oxuyuram, fikirlərinizi yazın, hansı mövzularda açılımlar istəyirdiniz, mənə çox maraqlıdır. İstəyirəm sizə maraqlı gələn mövzularda açılımlar edək. Təşəkkür edirəm izlədiyinizə görə, hələlik sağ olun.